Tarixin ilk etirafı, belə adını, tarixdə ilk dəfə etirafı Adəm edib. Deyib ki, Rabbənə zələmnə ənfusənə inləm təxfir və tərhamnə lənəkunə minəl xasirin. İlahi, deyib mən xəta elədim. Bu xətada sən bizə bağışlamasan, təxfirlənə və tərhamnə, yəni pozitivlik verməsən bizə. Mərhəmətli olmasa, lənəkuna minəl xasirin, biz zərər içindədir. İnsan övladı ümumiyyətlə çalışır ki, xətaları başqa yerdə axtarsın. Mənəm filan idarədə filan kəs səhv elədi, filan kəs elədi, arvad elədi, ər elədi, uşaq elədi. Xətanı hardasa axtarır. Quran deyir ki, özündən başla Canan, özünü tənqid elə, öz üzərindən başla məsələni. Və bu başladı, hamı xətalı olur səndən başqa. O, keçən bir atalar sözü oxudum, çox hoşuma gəldi. Deyir ki, insan özünə verilən ağıldan razıdır, verilən ruzudan razı deyil. Çox maraqlı bir sözdür, atalar sözü. İndi şikayət edəndə heç kim öz ağlından şikayət eləmir, amma ruzusundan şikayət edir. İndi biz burada nə deyə bilərik? İstəyirsən pozitiv olasan, istəyirsən biraz yaxşı olasan, birinci bilməli sərhədləri nədir? Ki, hamı ilə yaxşı ola bilməzsən. Hamı ilə neytral ol. Yaxşı haqq edənə ona artır, o birisini isə deaktiv elə girən. Görürsən ki, bir insan kasıb adamlardan uzaq kəsin, uzaq durun. Əuzubillah minəşşeytanirracim deyim, qaçın. Çünki kasıb düşüncəli insan, kasıbdan maddi tərəfini bilmirəm. Kasıb düşüncəli insan həmişə şikayət edir. Amma varlı düşünən isə çıxış yollarını axtarar, o adamlarla oturun. O Sədi Şirazi Gülüstan əsərində deyir ki, yaxşı dost, pis dost nəyə bənzər? Deyir, pis dost dəmirçi dükanıdır. Heç eləməsən də onun qığılcımı səni incidər. Deyir, yaxşı dost isə parfümeri dükanı, əttar dükanıdır. Heç eləməsən onun əti sənə hopar. Ona görə o heç eləməsə ya o əttar olan, parfümer olan dostlarımız ki var, çevrəmiz ki var, biz elə onlarla otursaq məsələ onun iyi bizə hopacaq. Bunun üçün ona görə şuurlu emosiyalarımızı söndürmək lazımdır. Dünənləri də yaxşı olsa o qaldı dünəndə, pis də olsa dünəndə qaldı. Onu bugünə daşımayın. İnsan istəyir xoşbəxt olsun. Kim nəfsindən azad ola? Mənim bir ustadım vardı, mənə kitab oxudururdu. Çox maraqlı kitab idi. Bir alimlə bir arifin söhbətidir, diyaloqudur orada. Alim İslamda həddi buluq yaşı anlayışı var, 15 yaşında. Oğlanlar üçün 15 yaşında, 15 yaşdan biraz keçəndən sonra həddi buluq sayılır. Alim deyir ki, mənə görə həddi buluq adama deyilir ki, ondan şəhvət çıxa, o həddi buluq sayılır. Arif deyir ki, kim şəhvətindən, emosiyalarından azad ola, o həddi buluq sayılır. Kim ki emosiyalarından azad oluna bilirsə, onun torundan uzaq dayana bilirsən, o ən azad insandır. Və o azadlıq da ona o qədər nəsib olur ki, o doymur, o istəmir, o çünki bilir ona giriftarlıq verəcək. Bu emosional hedonizm bizə nə verdi? Narkomaniyadan asıllığı verdi, şopoholikdən asıllığı verdi, uşaqların oyundan asıllığı verdi. Bunlar hamısı nəfsdir. Quran buna nəfs deyir. Müasir dildə emosiyalar, duyğular deyilir. Biz bunlara kölə olduq. Bəni tutdular. Həzrət Əli duasında deyir ki, "Qarran bima ahva as'adahu ala zalikal qazar." Həva nəfsim məni aldatdı, qədər də buna kömək elədi. Bir çox insanların o emosional bağlantısı qədərin ona kömək olması olur. Yəni biz istəsiniz qədər bunu işləyir, öz koordinatlarına qoyub. Yəni biz saçımızı, başımızı yuyub çıxsaq bayıra soyuq havada, biz onu qorunmasaq, istərsəməz çöldəki hava bizə pis təsir edib xəstələndirəcək. Ona görə mənəvi pandemiyadan uzaq, o xəstəliyə tutulmayaq biz. Ay mənim filan kes müqayisələ. Müqayisən sənin, ən yaxşı müqayisə sənin dünənindir. Bu gün mən eləyə bilərəm.
Əl-yevm əleykum. Görsən nə deyir? Fatihə surəsində nə deyir? Maliki yevmiddin. Bu günün sahibi. Qiyamət günü tərcümə edirlər. Əvvəlcə bu günün sahibi. Mənim bu günümün sahibi var. Mənim sorğu-sualımı edəcək. Fatihə surəsini haqqı ilə oxuyan adam pozitiv olmama şansı yoxdur. İşimi həmdlə başlayıram, təşəkkürlə başlayıram. Gratefulness-dır bu ingiliscə. Bilmirsən təşəkkür, elhamdülillah Rabbil aləmin zaten bu deməkdir. İnsan təşəkkür eləyir. Ar-Rahman-Rahim. Mənim içimdə, duyğularımda bütün hər kəsə mərhəmətli olum. Sevgi verməyim, mərhəmətli. Çünki sevgi kin küdurəti getirəcək. Sevgi buradasa, kin də buradadır. Onun ortası mərhəmətlidir. Mərhəmətli insan bilir ki, kimə nə qədər sevgi verməlidir. İstəyir əşyaya, istəyir qarışqaya, istəyir pişiyə, istəyir insana. Limitini bilir.